Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda Tovuzdayam. Tovuzda qəhrəman şəhidlərimizdən eşqinimizin ocağındayıq. Oktyabrın 1-i tarixi bizim qəhrəmanımızın dünyaya gəldiyi tarixdir. İllər əvvəl məhz bugün, oktyabrın 1-i tarixində anadan olmuşdu qəhrəmanımız. İllər sonra isə Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlardan birinə çevrildi. Gəlişim təsadüfi deyil. Fərz eləyin ki, məni eşqin göndərdi bura. Qəhrəman Analar kitabında yer alıb mənim qəhrəmanım. Və adətən biz doğmalarımızın ad günü olanda onun üçün hədiyyə alırıq. Bu dəfə öz ad günündə eşqin sizin üçün hədiyyə göndərdi. Qəhrəman Analar kitabında bir ömürlük xatirəyə çevrildi mənim qəhrəmanım. Onu dünyaya gətirən ata da, ana da qəhrəmandır mənə görə. Enarə ana, Allah sizə uzun ömür, can sağlığı, səbir, dözüm versin. Cəmiləmi, möhkəm dayanın. Bu günə qədər necə oğlunuzun adını yaşatmağa çalışmışsınızsa, bundan sonra da çalışın gələcək nəsillərə qəhrəmanımızı birlikdə tanıdaq inşallah. Bu kitabımız Azərbaycanın qarış-qarış müxtəlif bölgələrində yer alıb, kitabxanalarda, məktəblərdə, muzeylərdə. Və mən əminəm ki, o kitabı açıb vərəqləyib oxuyan hər kəs eşqinimizin də qəhrəmanlığından xəbər tutur. Tovuzun belə bir qəhrəmanı olduğu üçün onunla qürur duyur, fəxr edir, necə ki biz fəxr edirik. Ölümsüz idi, ölümsüz bir tarix yazdı. Qanı ilə yazdı, ömür boyu silinməz tarixlərdən. Cənnətdə dəyişməyən doğum günü mübarək olsun şəhidimizin. Enarə anamızın sözü varsa eşidək. Cəmiləmi. Allah bütün şəhidlərə şad eləsin, məqamını eləsin. Allah yerlərini nurla doldursun. Amin. Sürün onlar cənnətlikdir. Bizim millətimiz bir də görürsən, neçə kilometrlərlə yol gedir şəhid ziyarətinə. Amma burada şəhidlərimiz, bugünkü tarixin, bugünkü günün, bugünkü namusun, qeyrətini qoruyanları buradadır. Mənfur düşmanların əlindən ki, bizim millət azad elədilər. Bugünkü gün başımız ucadır. Bugünkü gün bizim millətimiz fəxrlə deyir. Mən Azərbaycanlıyam. Hansı ki, bu şəhidlərimiz, bu balalarımızın insanı. Məndən ötəri onun hamısı mənim balamdır. Mən tez seçmirəm. Eşqin gözünü açıb məktəbə gedəndə mən oxu deyəndə deyirdim, mən Bayavaya gedəcəm. Onun bir dənə sözü var idi, mən Bayavaya gedəcəm. Bir gün vaxt çatdı, məktəblər Paris'ə gəldi. Bir də gördüm, gülə-gülə gəlir. Gördünmü, Bayavaya gedirəm. Elə də getdi, Bayavaya düşdü. 44 gün müharibəni keçdi bu yolları eşqin. Sonra eşqin sentyabr əməliyyatını keçdi. Gəldi, axırda bu erməni tərbibatının qarşısını alan zaman silah-sursatçı daşıyırdılar bizə hücuma keçmək üçün. 2023-cü il mart ayının 5-i tarixi. Bəli, bax həmən onda eşqin 2 yoldaş şəhid oldular. Birinci qrup komandiri şəhid olmuşdu, onu çıxartdıq. Qayıdıb orası qrup komandirindən getdi. Orada o var, çəkilişlərdə var, videolarda var, o ağzın biçilməsi var, orada nətər erməni qaçmaq istəyəndə vururlar, nağarlar. Nəsə dili yanmış snayperlə vurdu, yoxsa öz yoldaşlar da deyir. Deyir, onun güllüylə mümkün deyildi. Nətər olursa snayperlə vura bildilər. Demək ki, qismətinə zirvələr yazılıbmış. Allah hamısının yerini cənnət, şad eləsin. Qəlblərin nurla dolsun. Amin. Məhz elə eşqinin çəkdiyi, açdığı o cığırın, o yolun davamçılarından biri də Rəvanımız olub. Rəvan Cəfərovun atası da bugün mənimlə birlikdə bu ailənin ziyarətindədir. Məhəmməd Ələmi antiterror şəhidlərimizdən Rəvan Cəfərovun atasıdır. Əgər ürəyimizdən keçənlər varsa eşidək sizdə. Yerləri cənnət olsun. Ailinin heç nə dəymir. Ruhu şad olsun bütün qəhrəmanlarımızın. Onlar bizim qəlbimizdə yaşayır. Gəlin, onları hər zaman qəlbimizdə yaşadaq.